şəhidlərimiz, ümumiyyətlə Azərbaycan xalqının torpaq və azadlığımız, sürəliyimiz uğrunda uyan bütün şəhidlərimizə böyük sevgi və iqramımızı bildiririk və Rauf Alamızın timsalında qəhrəman oğullarımızla qürur duyuruq. Rauf Alamız əsgərliyini, hərbi xidmətini 2018-də başa vurmasına baxmayaraq, Tovuz hadisələrindən sonra könüllü surətlə orduya yazılan və vətənimizin, Qarabağımızın işğalının olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vurur və şəhidlik sırasına yüksəlmişdir. Onun şərəfli adı Azərbaycan xalqının bütün dünya quruluşu tarixində yaşayacaq şəhidlərimizin sırasında öz yeri olacaq. Rauf Alamızın valideynlərinin qürurlu olmağı, bunu görmək bizim üçün valideynlərinin bir şərəfdir. Bugün onun atası Məhər Əbişi, nəinki Saray kəndində, nəinki Abşeronda, Respublikamızda sahib seçilən ziyalılarımızdandır. Bugün o, həm də Abşeronun Ağsaqqallar Şurasının sədri kimi ölkəmizin, rayonumuzun ictimai siyasi həyatında fəal iştirak edir. Şəhidlərimizin anı tədbirlərində, dövlət tədbirlərimizdə, milli bayramlarımızda, millətimizin xüsusi günlərində öz təşkilatçılığı ilə, bazarlığı ilə xidmət edir. Və mən hesab edirəm ki, Rauf Alamızın cəmiyyətdə xalqımıza ən böyük dəyər verdiyi ata və anası bugün hər birimiz üçün əziz bir insanlardır. Bütün şəhid valideynləri başda olmalı. Bu da şəhid olaraq var, hamısının arasında baş əyərək şəhid ataları var ki, bunlar hamısı əziz günlərimizdə, anı günlərimizdə, günlərimizdə həmişə öldürülmüş var. Rauf haqqında çox danışmaq var. Həm peşəkar olmasa da rəssam kimi, vətən sevgisini, vətən müharibədən çox olan qəlbində yaşanan bir insan olub və Azərbaycanın şəhidlik sırasında yüksəlmək olan bir gözəl bağlamız olur. Allah qurulunu şad eləsin. Burada uyuyan, saray şəhidləri yapan uyuyan bütün şəhidlərimizə, vətən şəhidlərimizə Allah'tan rəhmət edirik. Sizin hər birinizi bu may ayında rahatlamaq gününü görmək bizim üçün böyük şərəfdir. Bugün hörmətli millət vəkillərimizdə bugün bu tədbirdə iştirak edirlər. Onlara da təşəkkür edirik ki, baxmayaraq ki, bizdə kifayət qədər gəldiyin iş rejimlə baxmayaraq şəhidimizin xatirəsinin yad edilməsi ərazində buyururlar. Eyni zamanda bildirmək istəyirəm ki, bugün xalqımızın təbəqəsindən asılı olmayaraq dövlət məmurlarını olmuş, İsrail vətəndaşlarımıza qədər, burada bizim məktəblərimiz var, dərin bir şey deyəcəklər. Bu məktəblərimizə qədər hər birimiz şəhidlərimizlə qürur duyuruz. Allah rəhmət eləsin, ruhu şad olsun, Nərə kişiyə fəaliyyətində olmalar arzu edirik. Rayonumuzun Ağsaqqallar Şurasının sədri kimi çox şaxəli fəaliyyət məşğuldur. Nəinki öz şəhidlərimizin əziz parçasına həsr olmuş bütün tədbirlərdə təşkilatçı olaraq, iştirakçı olaraq həmişə fəal olub. Arzu edirəm ki, xeyrət, xoş məqamla gələk, Allah qismət eləsin. Bir bacısı qalır, balamızı, onun xeyir işinə yığışaq. Bütün şəhidlərimizin ailələrinə başsağlığı verməklə hər birimizin ailəsinin xoş günündə, dəyərli günündə iştirak etməyi özümüzə olsun bilir. Allah ruhunu şad etsin. İzlam mənim millət Abi Mərd, çox sağ olun. Əziz şəhidlərimizin dəyərli ailəçiləri, şəhidimiz Raufun qəhrəmanlığı əyənət haqqında məlumat verir. Mən çox qısa şəkildə bir neçə məlumat vurulamaq istəyirəm ki, Raufun, onun cəhbə yoldaşlarının, bütün şəhidlərimizin ruhu şaddır. Və çünki biz təkcə torpaq bütünlüyümüzü bərpa eləməliyik. Biz öz milli dəyərlərimizi bərpa eləməliyik. Bunun üçün də Raufun cəhbə yoldaşları öz canını qurmalıyıq. Bizim qazilərimiz öz sağlamlığını qurmalıyıq ki, biz bugün burada yoldaşlarıq. Bilirsiniz, hadisədən 5 il keçir. Amma siz buraya yığılan insanların istirhamına baxın.
Hətta ən yaxın adamlar televizyonda izlər keçiriyorsa, qohumlar da gəldikcə say azalır. Amma şəhidlərimizin ruhu, onların vətən qarşısında, onların hər birimizin təəssüf elədiyi qəhrəmanlığa görə bugün biz bir arada, yəni bizim hansı işlərimiz olursa, bizim üzərimizə hansı tapşırıq qoyulursa, biz prioritet olaraq şəhidlərimizin ailə üzvlərində bir yerdə durmalıyıq. Bizim elə biləcəyimiz ən kiçik bir mənəvi borçdur. Siz başınızı uca tutun. Çünki onun sayesinde bugün Azərbaycanın siyasi ucalardan gəlir. Hər yerdən gəlir. Və bu sizin verdiğiniz tərbiyənin, sizin yetiştirdiyiniz bu övladların qəhrəmanlığı sayesinde baş verir. Allah rəhmət eləsin. Bir daha təşəkkür edirəm ki, biz hamımız bir arada. Çox sağ olun. Sağ olun. Nəhayət onların sayəsində, aile başkanlıqları və İlham Əliyevin sayəsində bu torpaqlarımız düşmən işğalından azad olundu. Bugün biz həqiqətən də başı dik gəzirik, xalqımız başı dik gəzir. Bugün məhz şəhidlərimizin sayəsində, qazilərimizin, əsgər və zabitlərimizin sayəsində Azərbaycanın dünya miqyasında davamlı olaraq artmaqdadır və bu şəhidlərimizi, bu qazilərimizi, əsgər və zabitlərimizi bizə bəxş edən, torpağımıza, xalqımıza bəxş edən bütün şəhid analarının, şəhid ataların qarşısında baş əyirəm, fəxarət və qürurla baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim də bir borcumuz, sadəcə borcumuz yox, bizə vicdan borcumuzdur ki, mümkün qədər şəhid ailələrinin yanında olan, onları dinləyək, onların dərdlərini şəhid. Allah rəhmət eləsin, məşəllah eləsin. Allah rəhmət eləsin. اللهم صل على محمد وعلى محمد اللهم بشر Şəhidlərimizin ruhu şaddır. Biz bugün Rauf'un 30 illik doğum günündən ömrümüzü ancaq əslində bu gün Rauf'un günüdür. Bugün şəhidlərimizin günüdür. Bugün bütün 30 il ərzində verdiyimiz o şəhidləri, birinci Qarabağ və ikinci Qarabağ qalıqları məzara tapşırılan, prezidentimiz tərəfindən 30 ildən sonra tapılıb, sahibinə, torpağına çatdırılan o qalıqlı şəhidlərimizin ruhları şaddır. Ulu öndərimizin ruhu şaddır ki, onun zəhməti hizmədi. Niyə? Onun yetişdirdiyi Cənab Prezidentimiz, dünya şöhrətli siyasətçi İlham Əliyev və onun sərkərdəliyi. İlham Əliyev Raufların sərkərdəsi komandan yox, 10 milyonluq və dünya Azərbaycanlarının sərkərdəsidir. İlham Əliyevin sayəsində biz bu qələbəni qazandıq, onun rəhbərliyi sayəsində. Şəhid versək də, dərdimiz Azərbaycanlar, ancaq sevincimiz daha da böyükdür ki, biz o işğaldan torpaqlarımızı azad edə bildik və ulu öndərimizin ruhu şaddır ki, onun layihələri həyata keçirilir. İnşallah gələcəkdə də keçiriləcək. Necə ki, sizin kimi sadəmiz, səfərlərdə rəhbərlərimiz var, millət vəkillərimiz var. Biz sizinlə fəxr edirik ki, siz hər zaman xalqımızın içindəsiniz. Şəhidimdən asılı olmayaraq, heç kimə təxt tutmadan bizdən çox şəhidləri ziyarət edən sizlərsiniz. Allah sizin də valideynlərinizə, ölənlərinizə qəmqəni rəhmət eləsin. Sən iştirak edənləri. Mən etiraf edirəm, hamı da bunu qəbul edir ki, Rauf müharibəyə gedənə qədər biz Raufa 2 dəfə yubiləy keçirdik. 10 illik, 20 illik. Ancaq az günün 3 nəfər, 5 nəfər keçirirdik. O 2 yubileydə 15, 20, 35 nəfər. Ancaq 6 ilin içində hər bir şəhidimizin mövludu da, anımı da xalqımızla, rəsmilərimizlə, dövlət nümayəndələri ilə birlikdə böyük kütlə ilə keçirilir. Bundan xoşbəxtlik nə ola bilər ki, onların ruhları sevilir. Ona görə sevilir ki, onların xalqımız yaşadır, onların dövlətimiz, Cənab Prezidentimiz sizin kimi dəyərli rəhbərlərimiz yaşadırsın. Allah hamımızdan razı olsun. Sırlarınızdan gedirəm. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməz daxı. Ölməmişəm, yaşayıram. Gəlib vətən torpağına, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən
Mən şeydən ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Cismim çocuk bu həyatda, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönür, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şeydən ölməmişəm, Qarabağın dağlarında çiçək olub atıram mən. Mən şeydən ölməmişəm, güneş kimi vətənimin sabahına parlaq işıq satıram mən. Mən şeydən ölməmişəm, şehidliyə uzanmışam, gedirəm mən. Ne olsun ki ismim kötü bu dünyadan, ne kadar ki var bu millet, ne kadar ki var bu dövlət. Necə çıxalıq şəhidinə qoyur hörmət, demək unudulmamışam. Mən hər zaman yaşayacağım, mən hər zaman yaşayacağım. Qəhrəman igidlər silahını aldı. Nərəsi düşmənin bağrını yardı. 40 gün sürdü, tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı. Başına qapqara örpək bağladı. O şəhid oğluna yasda saxladı. Biz sizi unudar analar, şəhid. Haqq hesab günüdür, dedi igidlər. Haqq hesab günüdür, dedi igidlər. Cənnət Qarabağda bizim şəhidlər. Silaha sarılıb vətən dedilər. Vətənin uğrunda şəhid oldular. Titrək əllərinlə alıb şəklini, ah çəkir, ağlama, şəhid anası. Dizlərin üstünə əyib belini, səndən tək çağlama, şəhid anası. Ruhu ildırımda, şimşəklərdədir. Qarabağda nəsən, şirəşlərdədir. Həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama, şəhid anası. Nə deyir, nə yazsın, qələmim dur. İlhamın dünyası odlanır, yanır. Sənin gözünündən yağlarsınır. Qara şal bağlama, şəhid anası. Qara şal bağlama, şəhid anası. Hər evin başına bayraq taxılmaz. Hər ada şəhidlik, adı asılmaz. Hər kəsə bu qədər uca baxılmaz. Sən düşmən qəddini, əyin anası. Məğrur ol, ağlama, şəhid anası. Rauf da bilirdi, vətən pay olmaz. İgid anasının gözləri dolmaz. Nahaq qan heç zaman o evdə qalmaz. Sən torpaq qədrini bilən anası. Məğrur ol, ağlama, şəhid anası. Ancaq bu pahalı ahı nədir? Övladım dağı dünya qədərdir. Atalar bilərlər, bu ahı dərdir. Dünyası dağlar, şəhid atası. Ananı susturar, göz yaşı yenə. Səni susturmaz ki dünyada heç nə. Hər kəsdən gizlənib ağlar sən demə. Dünyası tutulan şəhid atası. Bir ana kimi toy etmək istəyirdi oğluna. Oğlundan sonuncu zəng gəldi telefonuna. Ana məni bağışla, əldə anacan. Qala bilmədim yanında sonacan. Ey şəhid anası, sən məğrur yaşa. İgidlər mərcəsinə getdilər savaşa. Oğlun ilə fəxr edir indi bütün cahan. Şəhidlər sayəsində yaşayır Azərbaycan. Sinəsin düşmənə sipər edənlər, qorxmadı ömrünü itirəcəkdir. Vətən öz uğrunda şəhid gedəni, yerində min olub itirəcəkdir. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxurdur. Bizə köçənlərdən qalan nəsillər, ürək sızladan nəğmə oxuyur. Ta arzu qaldı yarın, neçə dilək sənsizləşdi, heç atmayan nəsil kimi, rəşin daş üstə dinləşdi. Sənsiz qaldı aman atan, naykam köksün bu dünyadan. Hər kəs anır səni bu gün, yad eləyir ey qəhrəman, sən şəhidsən, müqəddəssən, toxunulmaz bir yerdəsən, gürür duyur, Rauf səndən, ana torpaq, ana vətən. Ey şəhid, igidlik dastanı yazdı, tarixə şəhidlik möhürü vurdu. Düşmən yazdığını canınla pozdun, torpağın adını sən vətən qoydun. Ey şəhid qarşında baş əyik biz, sönmüş ocaqlara ruh verdiklə, sahipsiz, yiyəsiz qəbirlərimiz əsarətdən sınır döndü vətənə. Raufdur adım, uçoldu zirvə, səninlə fəxr edir bu ana vətən.
çatmadılar. Dokuz. Evet, kime götürsün, ne götürsün? Saçım var. Saçlar Sana ne ya? تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون فإذا قضيت الصلاة فانتشروا في الأرض Senin mukaddes yatak toplama düşen kanın karşısında anayın gözyaşı ve senin mukaddes sözün karşısında başaracak. Vatanın kırdığı için sen canından geçtin. Senin cennette şeytanın karşısında başaracak. Şehit edilmem. Oralardan biraz kalmış kadar. Karlı, bezli, yüzün ruhu hoş bir sabaha. Hangisilik biz, göğüs renkli, ayıldızlıklı bayrağa, yurdumuzla ümidimiz yalnız Allah'a. Bunlarla beraber sen de əməllərinlə addımladın. Biz seninle fəxr bu fikirlərini sən müqabilində sən səmin qadrısan. Hörmətli Məhərrəm müəllim. Bu ürək buz kimi olsun ki, gələnmə. Bugün Narahatdır ki, Ağsaqqallar Şurası Savunçu rayon təşkilatının adından mən də sizi yanınızdayım. Allah sizi var eylesin. Bütün şehit atalarının karşısında, analarının karşısında baş eyle. Arif müəllim de buradadır. Arif müəllimi de bizim
hörmətli Arif müəllim, Dərmanov rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası, fərq eləməz ki, buradadır, burada deyil, amma şəhid atalarının, analarının yeri həmişə başdadır, ömrü boyda başda olacaq. Möhtərəm prezidentimiz sərəncam imzalayıb bizim bu zəfərimizi, qələbəmizi sənədləşdirmək üçün və xalqımıza sevinç bəxş eləmək üçün bu müharibəni biz torpaqlarımızı azad eləmək uğrunda müharibəni başlayanda əlbəttə ki, bizim şəhidlər, Rauf balalarımız, bütün hamısı bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşdilər. Onunla bərabər də Azərbaycanda yaşayan bütün xalqlar, Ulu Öndərin bizə əmanət qoyduğu Azərbaycansılığımızı yaşatmaq üçün bütün xalqlar birləşdilər, bir yumruq oldular və möhtərəm prezidentimiz də onu dedi, dəmir yumruq. Bəli, bizim yumruğumuzu Azərbaycanda yaşayan 22 xalq birləşdirib bir yumruq elədi və biz də bu günləri müstəqil, azad Azərbaycanda yaşayırıq. Mən Raufun ruhu qarşısında baş əyirəm və onun şəhərinə, onun bütün cəbhədən olan, həlak olan, şəhid olan əskər qardaşlarının, bütün millətimizin, Azərbaycanda yaşayan millətlərin şərəfinə istəyirəm bir şey kəlmə burada söyləyəm. Aramızda olanlar yadlar üçün sirr olur. Yarananlar həmişə dərd sərimiz bir olur. Birləşmiş yumruq tək, bəyan edir bir daha, vətənin dar günündə sarılmışıq silaha. Türk oğluna arxadır, onun udin sirdaşı, silahından ot saçır, igid, talış qardaşı. Qurban olub ləzgi tək, cəsur vətəndaşına, şah dağı tək qar yağır analarının başına. Nərə çəkir avarın, mərd saxırın can deyir, İndiloyun döyüşür, gürcün qana qan deyir. Malakanın Rusun da aman vermir düşmənə. Gözü dolur ey vətən, həm asurun rutulum, əliklim də haygırır. Buduqlum da savaşır, yer güclüm də haygırır. Dua edir qaraçın, zəfər çalsın ordumuz, çiçəklənib gül açsın, abad olsun yurdumuz. Vətən, sənin uğrunda əl oğullar itirdik. Bəd erməni xislətini bir dəfəlik bitirdik. Qarabağa göz dikən, Şuşamıza göz dikən düşmənləri kör etdik. Əlləri ilə qazdığı səngərini gör etdik. Bu talirand ölkəmə ulu tanrım yar olsun, Azərbaycan adlanan vətənimiz var olsun. Raufun ruhu şad olsun, Allah rəhmət eləsin. Allah bize zaman başlamamız, Karabağ'da bu ana ayakları henüz şartlarıyla o şahit Allah'ın şahit. Onun ki eşitliklerimizle, değerlerimizle Allah'ın ayetini görür. İkincisi adımlarını karşı şahitlerin yanında bir azınlığı şahitlerin her gün yanında olur. Ve her gün de değerli şahit olur. Ve ne de bazı şu ilerimiz, onun birlikte hem yaşattığımız hem gerçek tasarruf sevdiğimiz zaferler, sevgiler, Allah korusun. Rabbimiz korusun. Bura ne şart? Neydi bura? İndi isə sözlərin şöhrəti saxlası və Hərəm İqbadova məxsus klip səsləndirilir.
Söz verilir, Gəncə Azərbaycan icmasının elmi işçisi Şəmsi Qoca, Mığri rayon icma sədri Fikrət Əliyev. Bu da Fikrət Əliyevdir. Yox. İki dənə ki çadır var. Şəmsi Qozanı falan. Hürmətli təbrik bugün Fikrət Əliyev var. Tamam, bizimki də də. çünkü ruhu vətən görüyenler hakkın dergahında oldu. Sağ olan bugün de bizler olan bir yollarımızın kahraman, iki yollarımızın kahramanları Gərbi Azərbaycan icmasının rəhbərliyi adını İsmail İdarə Heyətinin sədri, millət vəkili Əzəl Rəhbəri adına hamımızı sağlayıram. Şəhidin valideynlərinə, yaxınlarına, əzələ diləkdir. Başımız ucadır, həmişə ucu olsun. Şəhidlər bir daha vətən dünyaya sürdürürlər. Dünyaya sürdürürlər ki, Azərbaycan xalqı öz azadlığı, suverenliği, ərazi bütünlüğü uğruna canlar şirkliği, onlar şirkliğe kadirdir ve bir galip olmanında yardım tutarında koyuyoruz. Bugün ruhu şad olan yıllarımızın valideynlerinin geldiğinde ruhuna üstünde bir tarafı buradaki Ben işte o vakti iş koydum. Vətən böylərini uydurma çevirmişdilər və daim parlaq parlayacaq. Mən yazar kimi hələ muharebe ceza başlayanda neredeyse oktyabr 4'ü 5'i olanda bir şiir yazmıştım. Yine çaptan çıkan kitabımda var. Bu şiir belədir. Azerbaycan diyecek. Geleceği ışıklı bir diyar var dünyada. Ezelden yaraşıklı bir diyar var dünyada. Nəğməsi dalga dalga. Göğe bülent olacak,
Taşlar da cana gelir, ona can diyecek. Dünya kalkmaya Azerbaycan diyecek. Parlayacak bir güneş, basılacak bir seher. Işıklı sabahlardan nur alacak kent, şehir. Hele karşımızda bu təsdiqləri zirvələr. Neler yaratacaqdır bu qadir millet, neler. Şehirleri koyalım, vətənə can diyecek. Dünya kalkmaya Azerbaycan diyecek. Başka geldi artık Şuradan kanı bükül, Karabağ'da toy bıçağı, her tarafı gürültü, Gelmekten helabana, Avrupadan lavrana, Salalanlar şahsada, yollar sancar diyecek. Dünya kalkmaya Azerbaycan diyecek. Gülerle başlaydı, bugünümle övündü, bir ağzına çevirdik, yüreklerde dövüldü. Sabahın, geleceğin kudretli ellerdedir. Grup yaratmak eşki, seven gönüllerdedir. Grup yaradanlara mekan da can diyecek. Hal kalkmaya da Azerbaycan diyecek. Elədiyim yerdə boğuluq deyil. Ne var hamısını? Raf, varis, olamazlar. Yanlara baş eğmez, tahta olmaz bu diyar. Talebeye aparan ilhamın qətiyyəti, kimse sınıra bilmez bu qəhrəman milləti. Gözləri olurdukça yanır aman diyecek. Bu dövrde son sözü Azerbaycan diyecek. Ve Azerbaycan Rab kimi oğulların sayesinde son sözü dedi ve son gösteri koydu. Karabağ Azerbaycan'dır diyebildiğiyle məhviliyik. Allah cəl şəhidlərimizə rəhmət eləsin. Dönən bu kitabı ilk nüsxəsidir. Bunu şəhid balamızın atasına təqdim edəcəm, belə yazmışlar. Qərbi Azərbaycan İncid oğlu, şəhid balası, ruhu məydəcurda, Qərbi Azərbaycan səmasında, ismi Bakıda uyuyan Rab balamızın atası Məhəmməd müəllimə dərin ihtiram müəllifdir. O bir Azerbaycan'ın şehri, Qəhrəman balamızın anı gündür. Tabii biz Öbez masalından özümüzün kendisinde orada bu. Gör, zamanı dolanmak lazım. Ben en sevdiğim bu Rauf'un tasavvufu ben burada bu Rauf'un genealoji kanına okumuş bir hadiseydi. Bunu Rauf edemedi. Niye? Çünkü 1988 yılında zorla Ben 2 yıl fazla mesela rahmetli yerlerden neydi? Orada da istifade edirlər. Köyə rahatçadır o. Biz bacaqmarıq, Yox, var. Təbii olarak bu hadisədə Rauf'un əmirləri, yaxşı qovumları iştirak edir. Həm fikirləşdim ki, maraqlansı Rauf'un ürəyində çətər bir, istili bir və ufadını alır. Mənim siz böyük təbii olarak bu yolda Orta məktəb müəlliminin bir səbəbi.
Yok. Yok. Yarım. Allah bilir. Ama müşahede Cehennem gene nümadili ziyalısıdır. Kavurdum da gelmedi. Nümadili ziyalısı kim varsa hamısının qədrini bilmək lazımdır. Yüz istəyirəm. Düşündü var. Gerek çəkib atılsın. Axtarını tapardı. Üzr istəyirəm. Hemen danıştırır. Sakit dur. ve gerginliği de insanlar bizler bizim cemaatimizde genel Azerbaycanlılarla tezliğine göç topraklarımıza gayret edeceğiz. Ve Allah'tan arzum olur ki o fayda ve güvenli girişimleri tecrübe yer var. İnşallah rahat başvurma alanı şehirlerin tanısın. Bir daha size minnettarlığımı bildirim ki şehirimizi böyle hürmetle yad edilsin. Allah'tan sizden sağ olan bölüm şehirlerinde o cümleden davranır. Allah'tan rahmetler diliyorum. Sağ olun. Ben danıştırırsam da Üzr istəyirəm. işinin bütün kadrı Uşaq bağçasından körpə balalarımızın çıxışı var. Və uşaq əsnafı, uşaq bağça şəbəkəsinin direktoru İvan xanım Can xanım buradadır. Can xanım sözünü desin, sonra körpə balalarının çıxışına yol verir. Onların deyir, yatma vaxtıdır, ona görə o körpə balalarımızı qabağa salmaq istədim. senin müvadı için gördüğün işler bunlardan bütün Şehitlerimizi, gazilerimizi unutmadık ve her zaman bu ailelerin yanındayız. Bütün şehit analarımızın karşısında baş eğilen, herkes öz peşesiyle ulu ömrlerini şehitlere verilmiştir. Azerbaycan'ın en kıymetli sərhədi onun insanlarıdır. Və o insanlar bizlərik, hər birimiz öz peşəmizlərimizdən gələnləri veririksə, o zaman Azərbaycan dəyərli insanlarına çekilir. Biz də öz əlimizdən gələni, böyütdüyümüz uşaqları vətənpərvər böyütməyə çalışırıq. Nə qədər bacardıqsa, o qədər əlində edirik. Məhdəmlərim sizə can sağlığı arzu edirəm və dediyim kimi bütün şəhid analarının qarşısında baş edirəm. Allahdan qazilərimizə də şəfa diləyirəm. Sağ olun, var olun. sigara çeşim gelmeyin. Ama Yavrusun sesi, bu ses Türk'ün sesidir. Dedem Korkut öldü olsan sesidir. Yavrusun sesi, bu ses Türk'ün sesidir. Dedem Korkut öldü olsan sesidir.
güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey. Karabağlardan vardan ağlayan Azerbaycan. Karalar bağlayan Azerbaycan. Karabağlardan vardan ağlayan Azerbaycan. Karalar bağlayan Azerbaycan. Sen düşünceli insanların sesidir. Zulümlere maruz kalan susuzların sesidir. Bu ses düşünceli insanların sesidir. Zulümlere maruz kalan susuzların sesidir. Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey. Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz, özgürüz biz. Hey hey, Türkan güçüz, özgürüz. Gözü gördüğümüzün düşmanlarını kim yapar? Şahlar böyle dostluğu koruyor, süt dolu gözlerle bitişle bunları. Süt olsun dünyamızda, gül açsın her bir bağda. Uşaklar gülsün her yerde, sevgi dolsun yüreklere, süt olsun xoşbəxt dolar. Dostluq bizim dilimiz, sevgi bizim yolumuz. Birlik varsa dünyada, tezler olursa lafını. Son kardeş tutup bu sevgisiyle, İstanbul'cu tornamasını, Rojuna, Pili Pakomaçını, İmam bizlere yürüyor. Değil salam insan olan cismi de hem salih vatandir. Min derde düşar olsa evlad vatan gel. Min derde düşar her çaresine kurban olmayı yarın gel hicran yarın gözlerde ne vardır yarın gel hicranına gözlerde ne vardır en müşkil olan derdiler hicran efendim. Ölsem vatan yolunda buna fethederim ben. Ölsem vatan yolunda buna fethederim ben. Köprüm ne zaman istesen bu
Gezmeye gel ölçen, ölmeye vətən yaxşı. Allah cəmiyyət şəhidlərimizin ruhunu şad eləsin. Rauf babamızın da ruhu bizim xalqımıza cəmi şəhidlərlə olan duaçı olsun. Mərhum Rauf babamızın ruhuna məclis əhlindən bir, onun bütün şəhidlərimizin ruhlarına bir salavat təqdim edilir. Siz Gülşahı xanım Məmmədovanın hər birinizə salamlarını çatdırıram. Bildiyiniz üzrə İvanov müəllim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Texnologiyaları Fakültəsinin məzunu olmuşdur. Təhsil aldığı müddətdə həm mədəniyyəti, qanacağı, xüsusi istedadları ilə yanaşı, həmçinin də vətənpərvərlik mövzusundakı fikirləri ilə digər tələbə yoldaşlarından hər zaman seçilmişdir. Allah bütün şəhidlərimizə, Raufun timsalına rəhmət eləsin, ailələrinə, müharibə iştirakçılarına, qazilərimizə can sağlığı nəsib eləsin. Və mən bir Azərbaycan vətəndaşı olaraq, xüsusən də Abşeron sakini olaraq, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdül Məlim Fərzəliyevə, həmçinin sosial məsələlər, İslamiyyə bərabərlər üzrə müavin Gülnar xanım Rəhmovaya dərin minnətdarlığını bildirirəm. Çünki onların vətənpərvərlik mövzusundakı fəaliyyəti gözünündədir və sözlərlə ifadə edilə bilməz. Bir daha hər birinizə minnətdarım. Əzizlərin qulaqlarında əks edir şirin sədalı sözlərin parıldıyardı hər sənə baxandan nurlu gözlərin nurdur, pak təmiz güneşli nazədalı qardır. Salam Rauf, salam ədəbdə ihtiyalı qardır. Şəhidlərin sən ehtiramın hər məqamda saxladın. Məhəbbətinlə Kərbəla şəhidlərin soraqladın. İmam Hüseynə bir ömür məhəldən ayı ağladın. Biz indi matəmdəyiksən əzalı qardaş. Salam Rauf, salam ədəbdə ihtiyalı qardaş. Təvazökar, ibadət əhli, həm xudayı olmusan. İmam Əli əleyhissalama müttəlayı olmusan. Şəhidliyinlə eştiraf-ı Kərbəlayı olmusan. Salam İmam Hüseynə Kərbəlalı qardaşım. Salam Rauf, salam ədəbdə ihtiyalı qardaş. Saat Birliği, Sumbayt ve Yıldız Dairesi'nin reisi Sühri Bayramova. Geldik mezarı üstüne, ziyareti sen bir kıyamet ettin, torpağlar azad oldun. Sen bir kıyamet ettin, torpağlar azad oldun. Geliyle üstet ettin, eller sevinçle doldu. Vermem demiş zalim, torpağları ne oldu? Kan sürme geldi galim, edametin mübarek. Ey kahraman şehidim, şehadetin mübarek. Nurunla nurlanıp duruyor bu mühteşem kıyamet.
yerdə qalmaz. Çəkdim bu əziyyət, Allah yerdə qalmaz. Qəlb işlər o əmanət, Allah yerdə qalmaz. Geydək gəldi cuşəm, qiyamətin mübarək. Ey qəhrəman şəhid, şəhadətin mübarək. Azərbaycan, Qarabağ, nurlu, İzzet tapıp mezarı, aynen güzel balan, Rahman, cemi şehitlerin ruhuşa olsun. İzzet tapıp mezarı, üçten bayrağına, zahide söyle hidayetin mübarek, ey kahraman. Şehidin şehadeti Elinizi Çok Görüşmek sonra. Bayrak müqəddəsdir, bayrak uludur. Şəhid qanlarından rəng alıb bayraq. Savaş meydanında, səfər günündə, zirvədən zirvəyə ucalıb bayraq. Bayraq uğrunda can verən igid, bayrağa sarılıb, bayrağa dönüb. Mənim bayrağıma Kəç baxanların nizamı pozulub, çırağı sönüb. Bir kere ucalıb, enməz bir daha, el saxla bayrağı yandırma olmaz. Demir yumruk yaddan çıxmasın gələr, elə dərs verərik, gündə qalmaz. Elə dərs verərik, günde kalmaz. Gel odla oynama, tehlikelidir. Meydanda yenə də yalnız qalarsan, çirkin xislətindən əl çək bir ustan. Axırda sən özün peşman olarsan, qurub yaradırıq, həyat gözəldir. Sülhdən əziz olan varmı dünyada? Türk oğlu hər zaman döyüşə hazır. Özünü gel atma, ateşe odan. Benim bayrağıma emanet etme, hakkın divanında cevap verersen, sefer bayrağımı bir gün göz açıp, yine öz başının
üste görersen, yine öz başını üste görersen. Bayrak müqəddəsdir, bayrak ulu, şəhid qanlarından renk alıp bayrak. Savaş meydanında, zəfər günündə, zirvədən zirvəyə ucalıb bayrak. Zirvədən zirvəyə ucalıb bayrak. Gelenlere de çok sağ olun deyirəm, gelmeyenlere de çok sağ olun deyirəm ve son dəqiqəyə kimi burada qalanlara da yenə də öz təşəkkürümü bildirirəm. Rauf'un orada bir kəlamlarından biri de var ki, zaman en değerli zamandır, ona değer verin. Siz o değerli zamanınızı bizimle bölüşdünüz, bizim yanınızda oldunuz. Allah sizin o zamanınızı, ömrünüzü değerli eylesin, bereketli eylesin. Həmişə xeyir işlərdə görüşək. Bax, bu belə tədbirlər mən yas mərasimi saymıram. Çünki o balalarımız yas üçün getmədi. Sevincimiz üçün getdi, xalqımızın sevinci üçün getdi. O sevinci biz yaşayırıq, körpələrimiz yaşayır, xalqımız yaşayır. Bu səbəbdən də rauflarımız sevinir ki, onlar o sevinci xalqımıza bəxş elənirlər, öz canları, qanları hesabına. Birindən istəyirsən maddiyyat, imkanı var, biri verir, biri vermir və yaxud əli açıqlı olmasa da tapır verir. Biri vəzifəsindən kiməsə yardım edir, digəri nüfuzundan kiməsə yaxşılıq edir. Ancaq kimə desəm ki, ən yaxınına gözünü çıxart mənə ver, deyəcək niyə? Böyrəyini mənə ver, niyə? Ürəyini ver, niyə? Ancaq Rauf kimi balalarımız bütün canını, ruhunu, ürəyini, qəlbini xalqımız üçün verdi. Baxmayaraq ki, 3000 şəhid ailəsi, 3000 ananı ağlar qoydu, 3000 ailəni ağlar qoydu. Ancaq 10 milyonu yox, 50 milyon Azərbaycanı sevindirdi. Bu bizim fəxrimizdir. Allah sizi var eləsin. Azərbaycan torpağına bir daha müharibə arzulamıram. Həmişə, hər zaman toy bayram olsun. Elə o toy bayram bizim xalqımıza yaraşır. O toy bayramlar üçün balalarımız şəhid oldu. Ən qürurlu odur ki, 30 illik o işğalda torpaqlarımızı, işğal altında qalan torpaqlarımızı işğaldan azad etdik. Antiterror əməliyyatı ilə suverenliğimiz tam bərpa oldu. Bundan qürurlu heç nə ola bilməz. Azərbaycan dünyanın ən inkişaf edən ölkəsidir. Azərbaycan dünyanın ən sabit ölkəsidir. Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan prezidenti qəhrəman prezidentdir. Və buna dəyər vermək lazımdır ki, dünya çalxanlarına şükürlər olsun, Azərbaycanda hər şey yolundadır. Çünki bizim prezidentimiz Cənab İlham Əliyev özü bilir nəyi, nə vaxt və necə. Və bu səbəbdən də biz prezidentimizə hər zaman dəstək olmuşuq, yanındayıq, xalqımızla, canımızla, ruhumuzla birlikdə. Allah sizləri qorusun, Gülnar xanım, çox sağ olun, hər zaman bizimləsiz. Komandanıza can sağlığı, Abdülməlim başda olmaqla Ağsaqqallar Şurasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Hər zaman Respublika üzrə onlar belə tədbirləri unutulurlar. Hər zaman mən izləyirəm və məlumatlıyam və bu işin içindəyəm. Ağsaqqallar Şurası, Azərbaycan icması və digər icmalar və ictimai fəaldırlar və bizə də bu yaraşır. Necə ki, balalarımız hərb sahəsində öz sözünü dedilər, biz də bu sahədə öz canımızı, ruhumuzu, balalarımızın yolunu davam etdirmək üçün ortaya qoymuşuq. İctimai işdə son nəfəsimizə qədər dövlətimizin yanındayıq və dövlətimizə, xalqımıza, vətənimizə ancaq uğurlar, sabitlik arzulayıram. Allah hamımızdan razı olsun. Balalarınızın xeyrində görüşək, qapınıza xeyrə gələk. Çox sağ olun, vaxtınızı ayırdınız. Sağ olun.